Diqqətlə qulaq as. Mən buradan ağıl danışmıram. Maksimus bütün gladiatorları cəhənnəmə vasil eləyəndən sonra imperator özü düşüb gəldi onun yanına. Onda Maksimus ona arxasını çevirib gedəndə imperator dedi ki, ey qul, sən kimsən mənə arxanı çevirirsən? O an Maksimus belə qayıtdı, döndü ona tərəf, dedi ki, my name is Maximus. Diqqət elə, diqqət elə, gör nə deyir? Deyir, my name is Maximus Decimus Meridius. Bəh, nə gözəldir. Elə kinonun bu yerində dünya elə bir başıma. Dünya başıma açdı dedim, yadıma bir şey düşdü. Bu yaxınlarda internetdə baxıram ki, bir sıra cahil, kafir alimlər qayıdır, güya dünya yumrudur və fərqamış. Heç nə demirəm. Elə götürün adicə bir topu, yumrudur axı. Üstünə qənd parçası, nə bilim, peçenya parçası, şpilka, belə şeyləri qoyun və onu fırlatmağa çalışın. Görün onlar onun üstündə qalacaq, qalmaz. Bəs onda əgər balaca bir topun üstündə bu balaca əşyalar qalmırsa, bu boyda dünyanın üstündə bu qədər şeylər necə qalır? Hər şey bu qədər sadədir. Sadəcə elmlə yanaşmaq lazımdır. Hacı, olar bir sual verim? Hə qardaş, buyur. Hacı, ayaq yoluna gedərkən özümüzü necə təmizləməliyik? Əhsən! Məhz verəndə, bax, belə bir suallar verin ki, mən də sizi elmləndirim. Ayaq yolunda təmizlənməyin bir sıra yollar var. Yəni, bir sıra ixtilaflar var bu mövzuda, amma mən sizə ümumi alimlərin gəldiyi bir yolu verəcəm. Deməli, aftafanı sağ əlinizlə tutursunuz. Müstəhəbdir ki, o ya qırmızı ya yaşıl rəngdə olsun. İndi perlamut və neon rəngləri olarsa bəyənilmir. Məhz qırmızı və yaşıl rəngdə aftafanı sağ əlinizlə belə tutursunuz. Yox, əgər şlankdırsa, onda belə tutub bu barmaqla da yəni suyu fıskırtmağa basırsınız. Sol əlinizi də bu qayda ilə açıb, məhz bu 4 barmaq vasitəsilə bu qayda ilə təmizlənirsiniz. 3 barmaqla bəyənilmir, 2 barmaq olmaz, 1 barmaq da yox. Məhz 4 barmağı bu qayda ilə istifadə edirsiniz. Əgər indi kiminsə barmağı yoxdursa, qəza üzrünə, onlar 3 barmaq və s. az barmaqlarla eləyə bilərlər. Əziz bacılar və qardaşlar, icazə verməyin ki, İslamı sizə məhz bu cür insanlar öyrətsin. İslam bu qədər dayaz, yəni Allah onların təqdim elədiyi qədər ədalətsiz və qəddar deyil.